hazırdır. Özə sırası qərar verəcək. Mən başa düşə bilmirəm, bax sizə sual verirəm. Necə bir ailəni 4 il əsir saxlayan, 13 yaşında qızı bakirələrini pozan, ən azı 10 dənə üstündə ölüm işi olan, polis reisinin tozun polis arvadını qayırıb qollarını doğrayan, Bəylər Əyyubovun bacısı oğlu, Fövqəladə Hallar Nazirinin, komissarlıqlar, Səfərbərlik üzrə Dövlət İdarəsinin rəhbərinin mavini general-leytenant Mail Şahverdiyevin qardaşı olan, Gəncədə 1-ci polis idarəsində mayor rütbəsində əməliyyatçı olan Kürd Azəri niyə həbs eləmirlər? Sual verirəm sizə. Bu qədər cinayətlər, bu qədər ölüm, bu qədər zorlama, niyə həbs eləmirlər Kürd Azəri? Niyə? Amma xırda bir qondarma ittihamla cəbhəçiləri, bu ona tərs baxdı, ona bir şillə vurdu, adı ilə basırlar içəri. Bir şilləyə görə Laçın, Musa Laçınsız neçə aylar həbsdə yatdı, yenə də 9 il basmaq istəyirlər, bir şilliyə görə. Bir şilliyə görə Əlzamin 8 il iş veriblər, bir şilliyə görə. Hansı söydürüblər, ana, bacı, nəmlə, bu da bir şillə vurub da bir altqaşın birinə. Nətər olur elə, ay millət? Mənim suallarıma cavab verin siz. Necə olur elə, bu dəyyusa bax, budur, bu dəyyus. Qızıllarına bax, qızıllarına. Bax, deyirəm sizə. Budur bax, polis mayorudur. Polis mayorudur. Nəşələnibdir qızıllarına azada bax seplərinə. Amil budur, polis mayoru. Baxın, bəylərin bacısı oğlu Kürd Azər. Budur, Kürd Azər budur. Dəyərlən vətənlərim. General-leytenant Mail Şahverdiyevin qardaşı, Bəylər Əyyubovun bacısı, İlham Əliyevi spermatozoid, eşşək spermasından cadu eləməyə, o eşşək spermasını yığan adam budur. İlham Əliyevə o qədər eşşək sperm cadusu yedizdiriblər ki, bir də aybaşı duası o başqa şeydir, utanıram ondan da danışmağa. Eşşək sperm cadusu yedizdirməkdən o eşşəklərin spermasını bu yırdırır. İlham Əliyevə ətrafına bəylərə oğlan və bakirə qızlar daşıyan budur. Mən başa düşə bilmirəm. Niyə görə bax bunu, mən bunu demişəm, protest verib, prokuratura dərhal bunu həbs eləmir. Hələ də mən maraqlarla bu həbs edilməyibdir. Hələ də həbs edilməyib bu. Bax bu. Deyir, mən Kürdəm. Gündə bir Türk bakirə qızla yatmazam, o günü gün hesab eləmirəm. Bu adam deyil, bu. Bunu hər yerdə görənməzsiniz, İlham Əliyevin bəylərinin ərzaqını bu daşıyır. Əvvəllər daşıyır, indi İlham Əliyev təhlükəsini daha da gücləndiribdir. Ərzaq daşıyırdı. Bəxtəri açılsın deyə villalarına eşşək daşıyırdı. Kənd məhsulları, pendirlə nənə, onları hazırlayırdı. Yəni, eyni zamanda mayordur, bir gün polis forması geyinməyib, bir gün yəni polis xidmətinə çıxmayıb. Baxın, üst-üstə yığsan təxmin edirəm, 7.000-dən çox qızın bakirəliyini pozub. 7.000-dən çox qızın bakirəliyini pozub. Bəylər Əyyubova 1200-dən çox qız göndərib. Bəylər Əyyubova.